Efirdeyiz. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi. Bu gecə mənim ağlım səndə qalır. Yenə bir darıxmaq gəldi mənə. Ürəyim o qədər səni istədi ki, onu bəlkə bugün gətirdim sənə. O gülüşlərin yanağında, dayanır gözümün qabağında, məni məndən alıb aparırsan ya. Nefesin duyulur otağımda, adın ezberdir odağımda. Bir ömür benim sana ihtiyacım var. Sen olanda her bir anımda, sen olanda benim yanımda, yazılır romanlar sevgi adında. Sen olanda benim yüreğimde, sen olanda eşk yüreğimde, uçuruk sevgimizin kanatlarında. Sen olanda her bir anımda, sen olanda benim yanımda, yazılır romanlar sevgi adında. Sen olanda benim yüreğimde, sen olanda eşk yüreğimde, uçuruk sevgimizin kanatlarında. Bu gece benim ağlım sende kalır. Yine bir darıxmaq geldi mənə. Yüreğim o kadar seni istedi ki, onu belki bugün getirdim sana. O gülüşlerin yanağında, dayanır gözümün qabağında, məni məndən alıb aparırsan ya. Nefesin duyulur otağımda, adın ezberdir odağımda. Bir ömür benim sana ihtiyacım var. Sen olanda her bir anımda, sen olanda benim yanımda, yazılır romanlar sevgi adında. Sen olanda benim yüreğimde, sen olanda eşk yüreğimde, uçuruk sevgimizin kanatlarında. Sen olanda her bir anımda, sen olanda benim yanımda, yazılır romanlar sevgi adında. Sen olanda benim yüreğimde, sen olanda eşk yüreğimde, uçuruk sevgimizin kanatlarında. Sen olanda her bir anımda, sen olanda benim yanımda, yazılır romanlar sevgi adında. Sen olanda benim yüreğimde, sen olanda eşk yüreğimde, uçuruk sevgimizin kanatlarında. Zəfər qrupu, xoş gəlmisiniz. Çok sağ olun. Anar, xoş gəlmisən. Mikrofonu Çok bir sağ olun. götür. Her vaxtınız xeyir olsun. Yani ilk dəfə Elamiyə xanımın verilişində, yəni mən ilk dəfəyim, uşaqlar olublar. Xeyirli olsun. Çox Sizonunuz təşəkkür edirəm. uğurlu olsun. Elə həmişə Elamiyə xanıma baxırıq, baxacağıq da. Davam da eləyəcəyik. Allah sizi bizə çox görməsin. Təşəkkür eləyirəm. Xoş gəlmisiniz. İkisiz. Üçüncü haqda danışarıq biraz sonra. Hə, ayrılmayıblar. Gəldim yanlarına ki, qoy üçü, həmişə üç görmüşük, Bəli, üç bəli, tanıyırıq tam sizi. olsun. Amma tam olmaq üçün gəldim yanınıza. Buyurun, əyləşin. Bəli, günortanız xeyir, dostlar. Necəsiniz? Biz efirdəyik, başladıq. MTV kanalının daimi dəyərli izləyiciləri. Deyirik ki, günorta efirdəyik. Əlbəttə ki, siz də bizə baxırsınız. Nahar edənlər, nahardan işə qayıdanlar, indi yeməyə başlayanlar, niyə də yox? Bir fincan çay qarşınıza qoyursunuz, 2 saat bizə baxacaqsınız. Biz gəldik evlərinizə, bu havanızı izlətməyə, gəldik evlərinizə gözəl-gözəl sizin üçün
Maraqlı söhbətlər, gözəl nəğmələr təqdim eləyək. Siz də dinləyin, bizə baxın, nə xoş bizə. 404-84-24 bu bizim telefon nömrələrimizdir. Canlı bizə telefon aça bilərsiniz. İndi biraz sonra burada bir gözəl söhbətlər olacaq ki, gəl görəsən. Çünki burada Anar var, Mədətov. Anar Mədətov, prodüser, musiqini bilən, mənim dostum, hər şeyin yerini düzgün bilən bir prodüserdir. Ona görə də onunla böyük bir tərəzi qoyacaq ortalığa. Gözəl söhbətlərimiz olacaqdır. O, yeri gəlmişkən Zəfər qrupunun direktorudur və Zəfər qrupunu da çox sevirəm. Çünki Zəfər qrupu bizim səhər görüşləri verilişində ilk qonağı idilər. Qonağı yox, ev yiyəsi idilər. Və Anar, sənin dünən doğum günün idi. Mən səni ürəkdən təbrik edirəm. Sağ olun, var olun. Can sağlığı arzulayıram. Sən elə prodüsersən ki, sən düzünü bilən, düzünü deyən, düz yol göstərən, yəni sən ola bilər ki, işləməyəsən, amma dostluq eləyəsən və düz yol göstərəsən. Bizim də müğənnilərimizə yeni başlayan qruplarımız var, müğənnilərimiz var. Niyə də yox? Gözəl səsli insanlar var ki, onlara yol göstərmək lazımdır. Bax, onlardan biri də, o yaxşılıq eləyənlərdən biri də sənsən. Odur ki, çox xoşdur sənin burada olmağın. Çox sağ ol, Allah sizi var Bir daha yeni yaşın mübarək olsun. Mən səni izləyirəm Instagramda və balaca ilə görəndə lap sevinirəm. Çox sağ olun. Çox xoşdur, büyün buradasın. Və məndən solda bir dostum əyləşib, Tural Salmanov, xanəndə, müğənni, ən əsası da gözəl insan. Xoş gəldin Tural. Çox sağ olun Lamiyə xanım, xoş gününüz olsun. Bütün tamaşaçıları salamlayıram. Anar bəy və Zəfər qrupunun uğurlar arzulayıram, uğurları bol olsun və sizə də minnətdaram ki, hər zaman dəyər verirsiniz, Biz dəvət edirsiniz, dostlarımızı var sevirik. olasınız hər zaman. Çox təşəkkür edirəm. Mənim dostlarım mənim üçün var dövlətdir. Mənim dostlarım mənim üçün çox doğma, əzizdirlər. Ona görə də mən hər zaman dostların yanındayam. Dostlar da mənim yanımdadır. Və həmişə deyirəm ki, dostumdan mənə söz demə. Onsuz da mən sənin səhv çıxadacam. Kimsə gəlirsə nəsə deyirəm ki, demə. Bilirsən ki, sən səhv olasın. Dostumdan mənə demə. Ona görə də mənə söz deyənlər çalışır ki, biraz dostlarımla iş olmasın. Ona görə mənim dostlarım mənimdir. Dost deyirlərsə özləri bilər. Anar, birini çıxartmısınız, yoxsa... Yox, estağfurullah, yox. O da bizim dostumuzdur, canımızdır, ciyərimizdir. Mən uşaqların adını bir zəhmət olmasa deyək. Ramil Xələfov, Dilqar Şəhməmmədov, bir dənə də bizim solistimiz var, yolda qalan, Ramil Qasımov. Yəni, onu da deyir, əcəli, uşaqlar bayaq deyirlər ki, Anar mənim, oradan ora gedirik, buradan bura gedirik, bir balaca o deyirlər də, olur da, üzərliyi vaxtında düz fırlamamışıq. Biraz ona görə başımıza gəldi bu əhvalat, amma yenə də o, yəni, qrupun tərkibindədir, yenə də, yəni, Zəfər qrupunda 2 dənə Ramillər var, bir dənə İlqar. Yəni, toya da düyünə kim düşəndə həmişə niyyət edirlər. 2 dənə Ramilin arasında qalırlar, bəygənlər öz niyyətlərini həmişə arzu tuturlar. Deyirəm ki, yaxşı olar onlar inşallah. Nə bilim, indi başımıza gəldi. Sən ortadasan. İlqarla mən çəkilirəm qırağa, yolu veririk bəygəlinə, cavanlara ki, nə bilim, onlar öz arzularını tutsunlar. Amma inşallah, yəni, indi başımıza gəldi, neyniyə, indi üzr istəyirik tamaşaçılardan da, yəni, deyərlər ki, Ramin. Amma bilmirdik, nə bilim, olur da. Dünən gözümüzün qabağında elə bir əhvalat oldu ki, qapını istədilər açsınlar, elə bir cam balkonu idi. Sadəcə insan əlini dəyəndə balkona, qapısına, elə bir cüzi nəsə düz açmayan yerdə elə partladı ki, Lamiyə xanım, özümüz şoka düşdük ki, dedik, valla bu nədir? Yəni, belə bir şeylər olur, indi force major deyirlər buna. Amma yenə də sağ-salamat gəlib çatsın, indi yəni hər şey yerindədir. Avtomobili yolda qalıb, Ramil. Bəli, avtomobillə biraz problem yaşadı. Nə uzaq, nə yaxın İsmayıllıdan gəlirmiş səhər-səhər verilişimizə. O bizdə İsmayıldan olmasa da, amma yəni İsmayılda balaca bir dənə özünə bir dənə ev tikir. Elə də oldu ki, uşaqlar gedim, hələm biz dedik ki, getmə, nəsə narahatıq. Yox, gedim rahat, ondan çıxan adamdır. Sən orada ki, belə bir şey dedi, əşir. Bax, o Akstafalıdır. Bax, onun İsmayılıda nə işi var? Akstafada tiksəydi o evi, heç belə olmazdı. Onun İsmayılıda nə işi var? Belə bir söz var da, trenddir, trenddə düşüb də bu rayonlar maşallah. Tək ki, bütün rayonlarımız elə sevilsin. Bölgələrimiz çox gözəldir. Allah Azərbaycan xalqına can sağlığı versin. Elə hamı neynəsin, yaşasın, desin, gülsün, tiksin. Nə bilim, xoş günlərimiz olsun. Maşallah da elə xoş günlərimiz çoxdur, çox da olacaq. İnşallah da hər şey yaxşı olacaq. İşlər gedir.
Ayın 12-si bizim bir dənə qohumların toyundasınız inşallah. İnanın ki, elə soruşdum ki, kim aparacaq, dedi Zəfər. Dedim, vəssalam. Orada demək ki, böyük bir şənlik var, çox gözəl toy idarə edirsiniz. Mən arxayınam, çünki yanınızda Anar var. Mən buradan İlqar müəllimi salamlayıram. Bəli. Qrupu yaradan İlqar Muradov. Bəli. Ona da böyük təşəkkürümüzü bildiririk. Neçə il bundan öncə İlqar Muradov telefon açdı ki, dedi bir qızım, bir qəşəng qrupum var, onları efirinə çağır. İlqar müəllim, siz bir işə əl qoydunuzsa, o mükəmməl olmalıdır və onun davamını da Anar yanlarındadır, ona görə də çox gözəl olacaq. Ona görə də mən inanıram ki, bugün gözəl nəğmələr olacaq. İndi Ramil də istəyər telefon xəttinə qoşular, bizdən orada oxuyar. Bugün Ramil sizdə, amma Zəfər qrupu 3 nəfərdən ibarətdir, bunu dəqiqliklə bilin. Çünki indi toy məclisinin yiyələri baxar, deyərlər ki, bunlara nə oldu? Yəni, gec qoşulanlar bilsinlər ki, hər şey qaydasında yerindədir. Üçü də ayrı-ayrılıqda gözəl ifaçılar. İfaçıdırlar, bəli. Onların xüsusiyyəti var ki, üçü də ayrı-ayrılıqda, o deyirlər, müxtəlif janrlı ifaçılardır. Yəni, bu uşaqlar hərəsi bir janrın gözəl ifaçısıdır. Gənc də olmağa olsalar da, amma yəni, o gözəlliyi var. Burada mən də ona görə bir prodüser kimi həmişə bilirəm ki, hansısa bir təzə mahnı, məsəl üçün birinci mahnını oxuduq, Orxan Mürməddini salamlayıram. O mahnının bəstəkarı da həm söz yazarı idi. Biz belə fikirləşdik ki, necə olacaq, nətər olacaq, dedim, sən narahat olma, gəl biz uşaqlara buraxaq, maraqlı olacaq və bu uşaqlar aranjman da Vüsal zəng vuranda ki, oxuyublar, qulaq assan, gəldi, gördü ki, mahnı ayrı bir həyat yaşadı, uşaqlar yeni idi mahnıda, hə? İlk mahnı yenidir. Burada bugün bütün mahnılar, hamısı yeni mahnılardır. Birinci mahnı Orxan yazdığı mahnı idi. Təşəkkür edirəm. Bir dənə də maraqlı mahnı eləmişik. Çox maraqlı, inanıram siz bəyənəsiniz. Sən varsansa orada maraqlı mahnılar var. Çox belə yumoristik bir mahnıdır. Yəni, o mahnını bizdən çox istədilər ki, bizim efirə. Vallahi da bayaq da gələndə 2 saat bir aparıcı ilə belə bir balaca bir şey oldu ki, mənim efirimə dedim, valla Lamiyə qohumumdur, sonra qohumluqdan siləcək məni, əmələ gəlməz, Lamiyə xanımın efirinə onu oxumalıyıq. Dedi, hə, yaxşı da qohumsuzsa mən nə deyim. Gördün, qohumluq nə böyüklükdə rol oynayır. Ana. Hə, bəs nə? İndi qohum olmasaydı getmişdi başqa verilişə. Reytingi başqa. Anar, əslində soruşmaq istəyirəm ki, nə vaxtdan bir yerdə çalışırsınız? Bəlkə də çoxdandır, mən bilmirdim. Amma sənin haqqında bilmək istəyirəm ki, sən bir neçə müğənnilərlə çalışırdın. Yoxdular, onlar kənarda qoydun yoxsa? Onlar bəli, kənarda qoydum. Çünki uşaqlarla təklif gələndə Fərid Kərimi təklifi uşaqlarla məsləhətləşib dedilər. Fəridi də salamlayırıq. Yəni, uşaqlarla olanda mən sadəcə oturdum, belə fikirləşdim ki, yəni bu uşaqlarla mənim perspektivim daha da güclü olar, daha da maraqlı olar ki, çünki bunlar da gəncdir, həm də mənə də rahat olacaq ki, indiki, necə deyərlər, gündəmək, indiki show biznes bazarına bu uşaqları çıxardıb və bir qrup kimi də özümüzü sınayaq, görək nətər oldu. Çünki qrup kimi o vaxt sınamışdım özümü, qala qrupası var idi, o vaxt eləmişdi, ədalətlə proyektlər, röyə ilə. Və bu ikinci bir qrup idi ki, belə bir təklif gəldi, mən böyük məmnuniyyətlə götürdüm. Uşaqlara hərdən bir deyirəm ki, sizinlə mən rahatam ki, özümü də oradan prodüser kimi hiss edirəm ki, bəli, rahatsan, yəni problem yoxdur, oxumuram, gəlmirəm, nə bilim, getmirəm. Hə, işimizdir, bu işi eləməliyik və bu işi də əlimizi, necə deyərlər, bir-birimizin əlindən tuturuq, bu işi axıra qədər gətirib çatdırırıq ki, həm tamaşaçı bizdən razı qalsın, həm dinləyici bizdən razı qalsın, həm xalqımız da görsün ki, yəni gündəmdə Zəfər bir qrupu var, onlar da öz seçimin yəni Zəfərə eləyə bilərlər, yəni rahatçılıqla inşallah. Mən bilirəm ki, işləyəcəklər və yaxşı işləyəcəklər. Demək olar ki, ikinci ildir də, ikinci ildir. İkinci ildir, ay sağ olun. Anarla bir yerdəyik, belə deyək. Yox, çoxdan da oxursunuz, bilirəm, onu bilirəm. Çoxdan, qrup çoxdan. O, sizin haqqınızda Fəridlə də söhbətlərimiz olmuşdu, sizin haqqınızda, ona görə bilirəm, o öz qaydasında, amma mən deyim ki, Anarla işləməyə başlayanda sizin yaradıcılığınızda yeni bir nəfəs gəlib, ikinci baharınızı qəşəng yaşayın. Çünki Anar sizə oxudacaq, qəşəng nəğmələr, qəşəng irəliləyiş var, mən buna inanıram və nə yaxşı da ki, Anarı seçmişsiniz, Anar da sizi
seçib. Lamiyə xanım, Buyur. keyfiyyətli qrupların, belə deyim, peşəkar direktor insanların olmalıdır. bu işdə olmağı hal-hazırdakı vaxtda əsasən də toy bazarında çox vacibdir. Vacib. Çünki toyun rəngi, ab-havası o qədər dəyişibdir. Yəqin Toy bir sinəyə keçib. Toy Bilmirəm, başqa bir bizim mövzudur, konsert Lamiyə olur. xanımla uşağımız yadımıza düşər. Belə bir yumoristik bir veriliş var idi. Gəl səslər çıxardırdılar, belə maraq. Toy demək olar ki, indi belə bir klounadaya keçib. Yəni toyda birdən baxırsan ki, toyu elə günə gətirib çatdırırlar ki, qıraqdan baxırsan ki, qardaş, bəs adətimiz, ənənəmiz, gözəl musiqilərimiz, bunlar elə bilirlər ki, ay toydan nə bilim, bəy göydən düşdü, gəlin yerin altından çıxdı, nə bilim, aş fırlana gəl. Qardaş, biraz elə deyil də, yəni bizim adət-ənənəmiz, bizim də kulturumuz, yəni mədəniyyətimiz çox güclüdür. Musiqi mədəniyyətimiz də daha da güclüdür. Yəni insanlar bizim mahnılarımıza baxıb nəsə eləyirlər ki, gündəmə gəlsinlər. Amma biz yaxşı mahnını götürürük, qırağa atırıq, başlayırıq, nə bilim, belə nə deyim, yəni Mən razıyam. biraz belə demək də olmur, xətirlərində də dəymək istəmirəm. Gündəm mahnıları demək olardı onlara. Amma o gündəm mahnıları da biraz çox da özümüzü səviyyəsini aşağıya salmayaq da. Yəni öz xalqımızı oxuyuruq da. Yəni ayrı millət oxumuruq. Düşmənimizə oxusaydıq deyərdim mən qurban deyə gedin oxuyun. Amma öz musiqiləri oxuyanda bizim böyüklər, uşaqlarımız var, bizim sənətçilərimiz qıraqdan baxır və çıxıb onlar başlayıb sənətdən danışanda bir balaca tutulursan ki, qardaş, ya xanım, yəni bu sənətdən danışmaq üçün bir balaca hansı bir sənətin olmalıdır da. Sənətdən danışanda bir sənətçilərə bax, o boyda bizim dahi xalq artistlərimiz var, nə bilim, əməkdar artistlərimiz var. Yəni xanənələrimiz var, opera oxuyanlarımız var, vokalçılarımız var. Oradan qıraqdan baxırlar ki, abala biz bu boyda əziyyət çəkmişik, biz elə danışmırıq. Amma siz çıxıb sinəvizə vurursunuz. Bir balaca, yəni demirəm, yəni Allah hamının ruzusunu bol eləsin. Amma bir balaca gəlin hörmət eləyək hər bir kəsə. Həm böyüyə, həm balacıya, həm orta nəslə. Və nəsillərimizi elə böyüdək ki, degradasiya olmasın musiqidə. Musiqidə degradasiya olanda obje gətirir, nəyə çıxardır? Fəlakətə gətirib çıxardır. Amma bizim, yəni, insandır, muğam kimi sənət yoxdur. Dünyada ən güclü muğam kimdən irəli gəlir? Hindlərin muğamıdır ki, saatlarla onlar oxuya bilərlər. Onlardan sonra fars muğamı gəlir və sonra bizim muğam gəlir. Yəni, üçlükdə demək olar ki, biz varıq da. Və bizim, valla mən, muğamı insanlar var ki, xarici test izləyən, gedəndə birinci sual verirlər ki, uşaqlar muğam da oxuya bilirlər. Deyirəm, toyda muğam. Yox, bəlkə bir toydan bir gün qabaq otursaq, bir vətənimizi yada salaq, muğamı istəyirlər da. Demir rep oxu da, deyir muğam. Qanımızda axır o deyil, yəni toylarda elə mütləq muğam oxunmalıdır, nə? Söhbət ondan gedir, o yazılan rəqslərdir, keyfiyyətli musiqilər muğam üzərində, ladında qurulub da. Yəni o heç olmasa o millilik, qıraqdan yəni o mahnıdakı sözlər olmasa elə bilərsən tamam yad bir millətin toyu gedir. O dərəcədə ritmlər, ab-hava dəyişib də çox. Son vaxtlar fikir verdim, mən baxdım Lamiyə xanımın açıqlamasına. Bizim dostumuzun Nurinin mahnısını götürüblər icazəsiz. İcazəsiz. Deməli, niyə eynirlər? Fikir verirsiniz, sabah sizin də mahnınızı götürürlər. Çünki bilirlər ki, o mahnıda nəsə var. Gözəl də ifa olunub. Gözəl ifa olunubsa, insanlar onu götürür, məsəl üçün çıxa bilmirlər Lamiyə xanıma, məsəl üçün, ya da deyirlər ki, Azərbaycan da oxuyaq. Da bilmirlər ki, biz də demək olar ki, hər şeydə irəli addımlamışıq, hər bir şeyimizi, öz müəlliflər hüquqlarımızı, müəllif hüququmuzu istəyirik. Amma yenə də fikir verirsiniz, bizim musiqiyə müraciət eləyirlər. Gedib ayrı musiqiyə müraciət eləmirlər ki. Amma fikir verin də, harada getsən yenə də Azərbaycan musiqisi, Azərbaycan avazı, sənəti, mədəniyyəti, yəni bizdə var o. Sadəcə ona görə deyirəm ki, biz bir nə isə təqdim eləyəndə bir balaca qabağa gözləyək. O gündəm musiqiçiləri, gündəm ifaçılarına da buradan sadəcə demək istəyirəm ki, uşaqlar nəsə eləyəndə elə eləyin ki, bir il qalmayasınız da, bir 5-10 il qalasınız da tarixdə. Deməli, mahnı dedin, gözləyirəm mahnısı Zamiqindir də, bəstəkarı Zamiqdir. Allah qapısını açsın. Deməli, 14-cü ildə biz bunu YouTube-a qoymuşuq. 2013-cü ildən də oxunubdur. 20-ci ildə də müəllif hüquqlarından keçirtmişik. Sənətlə, sübutla mahnı bizimdir.
Mahnını götürüblər, sözləri tərcümə eləyiblər, biraz fərqləndiriblər. Mahnı eyni mahnıdır, oxuyublar, bizdən icazə almayıblar və altına da yazıblar ki, bəstəkar, bir də nə ad yazıblar da, nəsə bir şalon filan kəs. Və axtarıb tapırıq o bəstəkarı, giririk ki, bir dənə cavan uşaqdır, yəni heç bəstəkarlığa aidiyyatı yoxdur da. Bəs bunun adını yazırsan, bəs bu axı bizim müəllif hüquqları, Anar çox yaxşı bilir. 118 səhv eləmirəmsə, bəlkə 108 olar, 118 olar, ölkədə keçərlidir. Bizim müəllif hüquqları çox güclü işləyir. Mən buradan salamlayıram bütün komandanı. Mən bir telefon açdım Nadirə xanıma. Nadirə xanım o dəqiqə dedi, məktub yazın. Mən ərizə ilə müraciət elədim ora. Biz o dəqiqə işə keçdik də, fəaliyyətə keçdik. Yəni, və o qədər bizə başladılar yazmağa. Mənim bir sözüm var idi, icazəsiz oxumusuz. Ola bilər, hansısa mahnı, Bilən Sərtaş bizə bir telefon açdı, mahnımızı istəyirdi. Dedi, abi, olarmı Vayamanı oxuyun? Biz ona dedik ki, bax, o icazə, bir dənə kəlmə sayırsan, soruşursan, bəli. Sözlərin dəyişdi, Bodrum axşamları. Bəli. Çox da gözəl alınıb, klip çəkib, hər dəfə bir şey olanda bir telefon açır, deyir, baxın, sizin mahnı orada yazıblar, müzik, Nuri. Yəni, bundan söhbət getmir. Bəs Zamiqin o müəllif hüququ getdi. Leyli Erol'un müəllif hüququ getdi. Nurinin ümumiyyətlə biz müəllif hüquqlarından keçirtmişik və bütün bu hüquqlar bizdədir, Nuridədir. Biz yəni bunu müqavilə ilə eləmişik də, Zamiqlə də Erol. Bildinmi? Bunu belə uğramaq olarmı? O vaxt yadıma gəlir, 90-cı ilin əvvəllərində Eldar Mansurovu buradan salamlayırıq. Eldar müəllimin Bayatlar mahnısını oxumuşdular. Hətta Türkiyədə Zəngimselə daxil eləmişdilər. Həm o mahnısını, həm Brilliant xanımın bir dənə də mahnısını. Adlar anonim yazılmışdı. Anonim. Yəni, böyük bir qalmaqal oldu Eldar Mansurov. Yəni, bayatları təsdiq elədi ki, yəni, qardaşım, bu mənim mahnımdır. O vaxt hələn belə də bir əlaqəmiz yox idi. Eldar Mansurov özü müəllif hüquqlarında bəstəkar kimi, yəni fəaliyyət göstərir. Onun da mahnısını oğruyub. Bilirsiniz, bizlə əlaqəyə girdilər, telefonla yazır bizə, kompensasiya eləyək, pul verək. Bu təzədəndən lazım deyil. Hörmət, bunu ilk olaraq insana bir hörmət kimi yanaşanda, deyəndə ki, icazə verirsinizsə, yəni mən inanmıram ki, Nurinin heç o pula ehtiyacı da var. Yox, götürməliyik onu. O, yəni, gəlsə, hətta mənə də məsəl üçün desələr ki, siz bugün mahnı oxudunuz da, məsəl üçün, təzə bir mahnı. Olar mı, mən də oxuyum? Gəl oxu. Problem yox. Yəni, burada, yəni, mahnıdır da oxunsun. Soruşanda xoş olur da. Adama xoş gəlir. Amma var ki, adamdan soruşmayanda, başqa da ölkəndə həm təhqir mənasında ki, adı yazmırsan. Instagramda da yazıblar ki, əziz tamaşaçılarımız, biz sizə bugün gözəl bir sevgi haqda nəğmə təqdim edirik. Yeni, nə bilim, dünən hazırlanıb olmadı ki, biz nə ediriksə, ümumiyyətlə, Anar işlədiyi adamlarla da, mən də hər şey hüquq mühafizə orqanlarından səliqəli olmalıdır. Qanuna riayət eləmək lazım. Qanun. Burada qanun var. Eləməyəcəklər, ümumiyyətlə, beynəlxalq məhkəməyə müraciət edəcəyik. Hər şey çərçivədə olmalıdır. Vəssalam. Yəni, ona görə də biz nə istəyirik ki? Düzgünlük istəyirik. Və sizin də yanınızda bir direktor var. Mən də Nurinin direktoruyam. Və ən gözəli də odur ki, düz işləmək, düzgün işləmək və biz o müəllif hüquqlarından keçirməsəydik, indi mənim heç dilim yox idi danışmağa. Amma əsas işimizi görmüşük deyə. Belə, danışacaq hələ bu haqda, amma mənə deyirlər ki, reklamın vaxtıdır. Reklamlardan sonra birlikdə və Turalı dinləyəcəyik hələ. Gözəl nəğmələr olacaq. Baxaq, reklamlar. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik.
küsənlər baş əyir sənə, söz deməmiş deyir sənə. Könlüm bir də deyir sənə, heç küsməyin yeridirmi? Könlüm bir də deyir sənə, heç küsməyin yeridirmi? Akşam düşür, şər qarışır, sahil bağı aşır daşıyor. Akşam düşür, şər qarışır, sahil bağı aşır daşır. Heç küsməyin yeridirmi? Hamı küsənlər barışır, hamı küsənlər barışır. Heç küsməyin yeridirmi? Yar, heç küsməyin yeridirmi? Hamı küsənlər barışır, yar, heç küsməyin yeridirmi? Çox təşəkkür edirəm Təşəkkür Tural. edirəm. Çox gözəl, çox təşəkkür edirəm. Bu mahnıları eşitdikcə adama Bəli, Allah Tahir Əkbərə rəhmət eləsin, gözəl bəstəkarımız Məmməd Bağır müəllimin ruhu şad olsun. Mən bir növ özümdə borc bilirəm və sizin verilişdə də həmişə bir məsuliyyət hiss eləyirəm ki, yəni bu verilişdə təzə mahnılar da var, oxuduğum yeni mahnılarda, ancaq belə musiqilər oxunmalıdır bir növ. Minnətdaram sizə. Belə Tural, düşünürəm. necə gedir işləriniz? Şükür Allaha, Lamiyə xanım, həm pedaqoji fəaliyyətim də var. Muğam müəllim işləyirəm Zəngilan şəhər musiqi məktəbində. Ay, nə gözəl. Və bu ildə bir 9-cu muğam müsabiqəsində bir yetirməm finalçı oldu. Laçında keçirildi. Adı Yusif Mustafayev. Aha, ikinci yer Yusif Yox, finalçı oldu. Finala çıxdı. Finala qədər belə deyim də dördüncülükdə. Dördüncülük, ay nə gözəl. Hə, orada deyəsən bir dənə də başqa Yusif də var idi deyəsən. Ona görə Bəli, bir başqa o böyüklər arasındaydı. 2 yaş o böyüklər qrupundaydı. Həm arasındaydı. böyüklər, həm balacalar. Çox gözəl, nə gözəl olubdu. Gözəl gününüz olsun. Deməli, Zəngilana köç başlayıbmı? Köç var təbii ki, indi bizdə zamanı gələndə bizim də evlərimiz dövlətimiz tərəfindən Allah dövlətimiz hər zaman qüdrətli eləsin. Amin. İnşallah əlbəttə ki, yəni o bu qədər şəhidlər vermişik, Allah rəhmət eləsin. Hər birisinə ruhlar şad olsun. Qazilərimiz var olsun, ordumuz, dövlətimiz var olsun. Yəni bunlar elə belə olmayıb ki, o torpaqlar orada boş qalmamalıdır. Əlbəttə bizim borcumuzdur ki, ata-baba yurdumuzda yaşayaq, hələ öz sənət sahəsi üzrə öz fəaliyyətini davam elətdirməlidir. Məncə də. Deməli, Ehtiram Hüseynovu buradan salamlayıram, əziz dostumu. O qədər istəyirəm efirə. Prodüserlə dünənləri danışırıq. Deyirəm, Ehtiram müəllim deyir ki, Xankəndidədir. Gələn kimi deyərəm, o qədər gözəl hissdir, anar. Hardadır? Xankəndidə. Dərsdədir. Orada deyir, yaşayır. 5-ci günlər gəlir. Bir daha verilişimizdə olubdu. O tezdən o başdan gəlibdi. Qarlı havada gəlib çıxıbdı. Laçında da görüşdük. Ehtiramla, başqa sənət adamları ilə bəli. Ehtiram müəllim də, sonra o həm də Səbuhi Bayev də oradadır. Səbuhi Bayevi buradan salamlayıram. Firuz Səxavəti salamlayıram. Və Səbinə Ərəfli də bu ildən orada dəstəyəcək. Bəli. O da köçürmü, yoxsa Ağdama? Təbii ki, Ağdamlıdır o əslən. Ağdamlıdırlar, bəli, bilirəm. Onlar yaxın ərazilərdir. Bəli, onlar dayıoğlu bir qızıdırlar, ya dayı qızı bir oğludular, belə. Yəni Xankəndi ilə ərazi baxımından yaxındır da Ağdam. Onlar da gedəcək, hamı gedir. O da dərs deyəcək. Xankəndidə dərs deyəcək. Bəli, Qarabağ Universitetində. Qarabağ Universitetində dərs deyəcək. Nə gözəl. Bundan gözəl bir xəbər var. Biz ancaq nə istəyirik ki? Biz istəyirik ki, ümumiyyətlə efirlərə gəlin, tez-tez gəlin. Siz gəlin ki, düzgün musiqini təmsil eləyək, təqdim eləyək. Siz təmsilçisiz. Biz də təqdim eləyənik. Düzdür. Ona görə də mən o qədər minnətdaram Anar sənə. Bir telefon açan kimi gəldiniz. Efirlərimizi boş buraxmayaq. Efirdir. Nə qədər olmuyor, o deyirləri sosial şəbəkə. Nə olur olsun, efirin yeri tam başqadır. Razısan mənim dostum? Vallahi hərdən bir müğənnilər çıxır şikayət eləyəndə ki, efirləri filankəslər doldurur, filankəslər çıxır efirə. O bizim özümüzün səhvidir. Biz özümüz vaxt eləməyəndə efirlərə və efirlər də istər-istəməz efir naminə müğənni çağırmalıdır. Yəni populyar insan
istəməyəndə, gündəm insanı istəməyəndə, yəni sənətçi gəlməyəndə aparıcı da nə etməlidir? Aparıcı da gəlib deyir ki, uşaqlar, onda mövzunu dəyişdirək. Dəyişirəm mövzunu. Gündəmdə olan kimlər varsa, onlar da maşallah gəlirlər, nə bilim, hər şeyi yaddan çıxardıb, başlayırlar ayrı səbtə danışmağa. Ona görə də bu ortalığa bu çıxır da belə baxırsan ki, məqalələr ki, nə başlığı düz gəlir, nə içindəki söhbəti düz gəlir. Ona görə də cəmaət də biraz təşviş qalır ki, axı bu nədir? Amma gəlib deyəndə ki, mən özüm neçə il sektorda, bu televiziyada, radioda işləmişəm, müğənnini gətirənə qədər insan çox əziyyət çəkir ki, vallah gəl, yaxşı olacaq, belə olacaq. Yox, dura bilmirəm, məsəl üçün deyir səhərlər, ya da gündüz deyir, tıxac var, gələ bilmirəm. Yəni, insanlar bilməlidir ki, əgər biz bu sənətin nümayəndələri isə, biz bura can qoymalıyıq. Sosial şəbəkə başa düşürəm. Bax, fikir verin, Rusiyada sosial şəbəkə bir dəqiqənin içində yox elədilər. Yoxdur sosial şəbəkə. Bizdə də trendi bir dəqiqənin içində yox elədilər. Hə də bu trendi də yox elədilər də. Yəni bu trend yaddan çıxdı. Michael Jackson kimi dünya şöhrətli ulduz trendə düşməmişdi. Şövkət Ələkbər var, Rəşid Beybuton. Amma baxırsan gündəmdə o xaladenik mahnıların, ifaçıların baxışına ki, Azərbaycanda 10 milyon insan yaşayırsa, bunların baxışları 70 milyon. Qıraqdan baxırsan ki, bu Azərbaycan harda hələn bir dənə də var ki, bunların 70 milyon. Yəni bu hamısı bir yalan bir şeydir. Yəni insan bəyənirsə, onsuz da səni çağıracaqlar. Allah sənə ruzuvu yazıbsa, bu ruzu sənə gəlib çatacaq. Amma bu yalandan şişdirirlər, sosial şəbəkəni də çox elə qaldırıblar yüksək səviyyə ki, yəni sosial şəbəkədə oldusa gündəm var. Yox qardaşım, radiodur, televiziyadır, yəni bu ayrı bir dünyadır. Bu ayrı bir ölkədir. Musiqili bir ölkədir ki, hər kəs Sovet dönəmindən tutmuş, indiyənə qədər televiziya yaranandan hamı istəyib ki, o korobka deyildilər də, o korobkanın içinə düşsünlər və onu kimsə görsün. İndi demək olar ki, televiziyada görürsünüz artıq belə dəftər nazirliyindədir maşallah. İstəyirsən 5 metrə olsun, istəyirsən 3 metrə olsun, kimin pulu nəyi var onu alır, baxır. Amma televiziya kimi gözəl bir məkan yoxdur. Olmayacaq da. Dünyada da nə dəyişsə, televiziya davam eləyəcək. Ola bilər, səbti dəyişsin, amma yenə də insanlar televiziyaya baxacaqlar və məlumatı da, musiqini oradan görəcək. Yəni, müğənni televiziyaya çıxmasa, insan var ki, heç sosial şəbəkəsi yoxdur. O görməsə ki, bir gün Zəfər qrupu budur, yəni, deyəcək, mən bu uşaqları görmüşəm, rahat olacaq. Amma sosial şəbəkə bir gün var, sabah yoxdur. Çox adam da ciddi baxmıraq sosial şəbəkəyə. Bəli, mən insanlar tanıyıram ki, sosial şəbəkəyə yaxın da gəlir. Yaxın getmir. Qardaş, mənim nə işim var? Televiziya var, radio var. Bir şey olanda özüm qeyb tapıram, baxıram, tanış olurum. Bir növ insanları çox tənbəlləşdirir. Oturduğun yerdə ancaq telefonla, bütün hər şeyi istəyirsən ki, orada görəsən, orada tapasan. Mən son günlər çox az daxil oluram sosial şəbəkəyə. Çünki elə açan kimi yol hadisələri, ölümlər, ajataj, yol hadisələri də çox o qədər təsir eləyir mənə, o qədər mən efirə hazırlaşan adamam, səhər tezdəndən ki, özümə gəlmirəm, bütün bədənim əsir. Ona görə çalışıram ki, tezdəndən, indi artıq nə olub, dostlarım deyir ki, görmədin, qoymuşam sosial şəbəkəyə, deyirəm, yox, baxmamışam. Nə varsa onu göndər, qəşəng baxım. Açırsan, kimsə kimisə təhqir eləyir, ya kimsə kimisə Allah eləməmiş, öldürür, kimsə qəza törədir. Çox pis təbliğat gedir. Olur da, hadisə həmişə başımıza gəlib. Bu hadisələr ki, indi görürük. Bu hadisələr həmişə olubdur. Amma onu təbliğ eləməyiblər. O vaxt onlara icazə vermirlər efirlərə çıxsın. O pis hadisələr Allah eləməsin. Oğul anan öldürdü, ata oğlu. Bunlar Allah eləməsin. Bunlar olubsa da biz bunların bilməmişik. Amma indi açırsan sosial şəbəkələr ancaq bunlardan yazır. Artıq bir dənə görəndə ki, kimsə nəsə bir yaxşı iş görüb, 690 bal toplayıb, harasa universitetə o qədər sevinirəm. Deyirəm, bax, bunlar təbliğatdır. Bax, bunları göstərsək, uşaqlar da, bizim gənclərimiz də buna oxşamaq istəyəcəklər. 4-cü mikrofon, siz nə deyəbilirsiniz? Anar, kənara çıxıram suallardan. Tarixi yaxşı bilirdin məktəb vaxtı. Belə də akademik Qaraş Mədətovun nəvəsi idim. O da tarixçi idi. Belə vadar eləyirdi ki, tarixi bilməyə. Belə bilirdim. Bir dənə alo elə. Alo deyim. Alo. Anar.
Fatma müəllimə, salam aleyküm. Salam aleyküm. Necəsiz? Yaşlıyım, çok sağ olun. Anarı gördüm televizorda, ürəyim elə ağladım, ürəyim. Fatma xanım, necəsiz? Yaşlıyım, Bu çok mənim sağ olun. müəlliməm idi. Mənim Bəli, gözəlim. canım. Mən instituta daxil olmaqda böyük bu insanın əziyyəti olurdu. Mənə deyirdi ki, deyirdi, baxmır, deyirdi, mən baxmaram, sən akademikin nəvəsisən. Çöçülərlə deyirdi biz Fatma xanıma. Deyirdi, ya тебе Kuskina maç bakajım. Bax ha, otur öyrən. Qorxumdan da öyrənirdim, bilirdim ki, çatsa ora problem olacaq da evdə. Ona görə Fatma xanım, Allah sizi can sağlığı versin. Çok sağ olun. Sizin sayənizdə Ada, çox insanlar benim indi... yadımdadır. Ben seninle başlayanda yadımdadır. Sen Leningrad'dan ədaleti getirdirdin. Onu Raskrutka birinci sen onu televizora. O elə yadımdadır ki benim. Dedim Ədalətlə ki biz- o həmişə düzdür. gerek onu yada salsın O ki bizim canımızdır. onu sen çıkartmışsan televizora Çox sağ olun, birinci var dəfə. olun. Əsl prodüser Ana, belə olmalıdır da. öpürəm İstehsal eləməlidir. səni. Öpürəm sizi Fatma xanım, Allah sizi var eləsin. Çok sağ ol. Pasiv çok olmayın. sağ ol. Çox sağ olun. Fatma çox sağ olun. müəllimə, başqa sözünüz varmı? Yoktu. Allah onu korusun. Amin. Onun bir yaxşı anası var idi. Allah rəhmət Çox sağ eləsin. olun. Allah rəhmət Allah eləsin. rəhmət Mən eləsin. hamısı gözümün qabağındadır. Öpürəm onu, Öpürəm sizi, qucaqlayıram. öpürəm. Var Bizi olun, çox sağ olun. öpmürsüz. Bəni? Bizi öpmürsüz. Yox, sizi də dedim, sizi də öpürəm. Zarafat Amma edirəm. onu çox öpürəm, qucaqlayıram. Sən də ay bağrıma çox öpürlər. basıram. Var olun. Çox sağ Onun olun. o yaxşı günlərini mənim gözümün qabağındadır. O Çox sağ baladı olun. günləri. Var olun. Çox sağ olun, Çox çox sağ sağ olun. olun. Minnətdarıq sizə. Var olun ki, zəh vurdu, sağ olun ki, Yəni vaxtınızı çox ayırdınız. insanlar Lamiyə xanım, mən sizə Müəllimə deyim, bizə baxır, yəni gözəl. Fatma xanımın qəbuluna düşmək üçün və səni Fatma xanım götürmək üçün, yəni Bakının yarısı zəng vurmalı idi ki, Fatma xanım, yəni filan tələbəni siz hazırlaya bilərsiniz. Doğrudan mən deyirəm də. Bəli. Yəni o gedib orada görürdün və bizi ilə indi çox məmurlarımız var ki, sırf Fatma xanım o vaxt hazırlanmışdı. Və çox insanlar da istəyirdi ki, yəni Rus bölməsini bilən insanlar istəyirdilər ki, tarixdən Fatma xanım hazırlasın. Və o da həm də deyib gülən adam idi, amma yəni öyrənməyəndə də onun o birisi bir tərəfi də var Sərt idi ki, tərəfi var idi. sərt tərəfi. O deyə bilərdi ki, bilirsən nə var? Yəni mənim sənə ehtiyacım yoxdur, da gəlmə mənim dərsimə. O da Bu da dəhşətli bir şeydir bir tələbə üçün, gəlmə, şagird gəlmə. Yəni üçün. Fatma xanım, yəni o vaxtlar, yəni 90-cı illərdə müəllimlər var idi ki, sırf adla bağlı ki, bilirdin ki, onun yanına getsən, sən instituta daxil ola biləcəydin. Yəni o xanım idi ki, yəni deyə bilərdi ki, öyrənmərsən, sən elə belə pulun mənə lazım, gəlmə. Yəni hamı da qorxudan, yəni hamı öyrənirdi, amma o şey də var idi ki, deyib gülən adam idi. Bilirdi ki, məsəl üçün, kimlə nətər gülmək, nətər danışmaq ki, insan Nə onu gözəl. çox sevir. Və biz onu indiyənə qədər, mən şoka düşdüm ki, yəni Fatma xanım, Fatma Allah müəllimə var bizə eləsin. baxıb zəng eləyib. Var olsun, çox sağ olun. Ədalət Şükerovdan danışdıq. Buradan salamlayırıq əziz Ədalət dostumuzu. bizim dostumuz. Mən ilk dəfə Ədalətlə tanış olmuşdum 96-cı ildə. Radio Sarada ilk dəfə Ay qız keçməni verilmişdi radioda. O vaxt da bizim rəhbərimiz İran vətəndaşları olduqlarına görə o vaxt Sən radioda Sarada işləmişdin, hə? Bəli, mən Saranın ilk aparıcısı, ilk radio aparıcılarından biri mən olmuşdum. Azərbaycan üzrə elə bir Aynes-dan sonra elə bir Sara yarandı. Bir mən idim, bir də Ceyran xanım Rəhimova, ASTV. İndi onu da salamlayıram. 2 nəfər idi. Salamlayırıq Sonra buradan Ceyran demək xanım. olar ki, Çiçək gəldi, sonra Obsu uşaqlarımız gəldi, Yusif gəldi və Sarayla. Yəni ilk dəfə verəndə o vaxtda elə bir şey var idi, belə bir qaynar bir xətt var idi. Telefonla kim istəyirdi, yığırdı, nəsə sözü deyəndə, bunlar da biraz qorxurdular. Bu nə mahnıdır verdin sən? Baba, problem ola bilər. Deyim, problem yoxdur. Yəni, insandır, Sankt-Peterburgda yaşayır, mahnısını verir. O vaxtda kaset idi, yəni disklar yox idi. Sonra yavaş-yavaş keçdi. Və biz tez-tez verəndə, amma illər ötdü. 2000-ci ildə biz 99-2000 idi, görüşdük. Ədalətlə də qərarlaşdıq ki, elə işləyək və neçə ildə işlədik, gözəl bir proyektlarımız oldu. Dünə də mənə zəng vurur ki, Bratenik, neyirsən? Ad günün mübarək. Mən bir gün toydayam. Sabahda birisi gündə oturaq, özümüz dedim, yaxşı, narahat olma. Yəni, həftədə bir dəfə, 2 dəfə yığmalıdır ki, Bratenik, hara itmirsən? Buralardasan, deyirəm, Çox istəyirik, hamımız onu. Dostlarımızı da salamlayırıq. Hamımız. Çox 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 yaxşı insandır, bəli. Öz tərzi var, öz ifa tərzi var, öz musiqisi var, öz aləmi var. O insanla o çox maraqlı odur ki, insan çox sevir kitab oxumağı.
və həmişə də Mütaliə məsləhət görür ki, bax vacibdir də. mən bunu oxumuşam, məsləhət görürəm bunu oxu, maraqlıdır. Dillərə meyillidir, səyahətə meyillidir. Yəni yol çıxdın, çox maraqlıdır. Məsəl üçün, bunlarla mən bir dəfə getdim. İlk bizim başımızı ağrıtmayım səyahətimiz idi. Moskvada elə bir dostumuz var idi, onun düyününə. Elə demək olar 10 gün, 15 gün başlamışdıq işləməyə. Moskvaya gəldik, çatdıq. Deməli, yenə də bunlar ikisi keçdi, bizim Qasımovu sərhəddə saxladılar. Gəldim, yaxınlaşdım ki, səbəb nədir saxlamağın? Dedi, valla, bunda təzə pasportdur, bir dənə köhnə pasportunu göstərsin, Rusiya nümayəndəsi deyir. Mən bunu buraxım da, amma mən bunu baza ilə yoxlamalıyam. Ən aşağısı 6 saat buradadır. Yalvarıram, qurban olum. Yalanla da deyirəm, bir gün toydayıq, dedi, yox, xod yoxdur, yəni bunu yoxlamalıyıq. Bəxtimizə də bir gün tez gəlmişik, şükür ay Allah, Allaha qurban olum. 6 saatlarını uşaqları göndərdim. Qaldım orada 6 saatdan sonra, 7 saatdan sonra gəldik. Hirsimizdən nəhayət gəlib çıxmışıq. Ora, bura getdik, toyu da ifa elədik, hər şey yaxşıdır. Cənab Şah Məmmədov deyir ki, mən gedim gəzim, yatsam dura bilməyəcək. Səhər tezdən də sübdən ayaq üstündəyik, uçuruq. Dedim, hava qoy açıq, pəncərə qoy açıq qalsın, hava dəyişsin, sonra bağlayarsan da gələndə. Bu da get, gəz Moskvanı dostlarımızla. Səhəri yaxın gəlib qapını açır, görür ki, qıpqırmızı göyərmiş, çöldə maroz. Mən də durmaq da istəyirəm, amma dura da bilmirəm ki, ablam, bu niyə belə soyuqdur? Axı, otaq istəyidi. Sən demə, pəncərə açıqdır, müəllim də başı qarışıb. Mən evə bir saata qayıtmalıydım. Deyir ki, açıq qoy, gələndə bağlayarsın. Biz də bir otaqdaydıq, Ramillə də obursu Ramil bir otaq. Mən də başım qarışdı orada dostların içində, mən orada dostlarım çoxdur. Başım qarşı səhərə yaxın gəldim, gördüm göyərib. Durquzum, gördüm, sağdı, bağladım pəncərə. Allah qutardı. Belə, aeroportda titriyirdim belə. Reklamlara bağlanırıq, daha sonra birlikdə baxaq. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Reklamlar bitdi, mən isə sponsorlarımıza bir təşəkkür borcum var. Sponsorlardan danışacağım. Beləliklə, 3-16 sentyabr tarixinədək bütün Tam Store'larda yayın son fürsətləri kampaniyası davam edir. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store Marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionlardan 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsini sosial şəbəkələrdən izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tam Store, tam istədiyiniz market. Bizim sponsorumuz Tam Store. 3-16 sentyabr yayın son fürsətlərindən istifadə edin. Eləcə Sleep Baby uşaq bezləri. Sizə balaca mələklərimizin ən yaxın dostlarından danışacağım. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby. Sleep Baby uşaq bezləri. Yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby körpəmiz xoşbəxtdirsə, ana ondan da xoşbəxtdir. Sleep Baby nəm salfetləri də çox ətirli, meyvəli, gigiyenik və bizə lazımlıdır. Nəm salfetlərdən də istifadə etmək istəyirsinizsə, apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sleep Baby, nəm salfetlər və uşaq bezləri. Sevginin ən safanı toy günüdür. Hər gəlin özünü bugündə əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Deniz Wedding Azərbaycan. Unutmayaq ki, Deniz Wedding Azərbaycandan gəlinliyi icarəyə götürən hər xanıma gəlin bəzəyi, saç dizimi, makyaj Camilla Beauty-dən hədiyyə olacaq. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. F Group Construction arzularınızı reallığa çevirən ünvan. Təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. F Group Construction evinizdə və ya ofisinizdə gözəlliyi, rahatlıq və keyfiyyəti bir arada yaradan doğru seçimdir.
zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri sizin seçiminizdir. F Group Construction əlaqə nömrələri 055 666 88 88. F Group Construction deməli, əgər torpaq sahəsi almısınızsa və orada ev tikmək istəyirsinizsə, heç problem yoxdur. Mebel, tikinti, təmir, hamısı F Group Construction. Telefon açın, suallarınızı onlara verin. Belə, reklamlar bitdi, sponsorlar da bitdi. Mən istəyirəm Zəfər qrupu. Ramildən xəbər yoxdur ki, bir telefon açaq. Ramildən xəbər yoxdur, özümüz başlamışıq narahat olmağa. Amma indi bir Lamiyə xanım, bir belə çərçivədən qırağa çıxmaq istəyirik, bir humoristik mahnı oxumaq istəyirik. Yəni, onu da nətər oldu? Yəni, biz tez-tez səyahətdə oluruq, Özbəkistanda da olanda bir dostumuz var. O bizə məsləhət verdi ki, bütün Azərbaycanda hara getmirsən, o mahnını görürük, niyə oxumursunuz? Dedik, oxuyarıq. Uşaqlarla dedi ki, belə bir humoristik mahnı oxuyaq, yəni olsun. Çünki gənclər istəyir və biz onu ayrı cür bir təqdim elədik. Murad dostumuz da sözü dəyişdirdi. Vüsal bizim Şahbazov da, Ömərov səsi təzimlədi, sücən elədi. Vısılı, bizdə Vüsal var, aranjmançı, hamı ona Vısılı kimi tanıyır, o mahnını elədi. Və bu mahnını sırf elə sizin sayəvizdə bu belə humoristik qoşqadır. Elə istəyirik ki, insanlar qulaq asınlar, amma qınamayın bizi. Bu sadəcə bir humoristik bir mahnıdır. Yəni, bunu belə oxumalıyıq ki, insanlara da maraqlı olsun, Zəfər qrupunun ifasında. İndi biz burada oxuyacaq, Ramil də orada oxuyacaq. Çox belə maraqlı mahnıdır. Oxuyaq. Mən artıq maraqlandım, görürsən, nətər mahnıdır ki, hələ bir...
Çox təşəkkür edirəm. Bu söhbətə edirik. toçka qoyduq. Yəni maraqlı bir belə bir fikrə gəldi. O vaxt yəni mən mələyimi o vaxt eləyəndə insanlar baxırlar ki, sən məni xoşbəxt eləsən mələyim olan o nədir? Amma gündəm oldu. Maraqlı oldu. Bunu da tez-tez ora gedəndə özüm də fikir verirəm ki, yəni evdə nə bilim qohumlarım var ki, onların uşaqlarına baxıram. Alyonuşka. Mənə bu mahnı deyəndə uşaqlarla məsləhətləşdik ki, olsun, nəyə də olmasın. Yəni indi gənclər əgər istəyirsə və fikir verirəm ki, toylarda yaxınlaşırlar ki, sizi biz Moskvada görmüşdük, Alyonuşka. Burada niyə oxumursunuz? Deyirik, nə bilim, orada oxuyuruq. Burada da oxuyun, elə son vaxtlar elə öz qohumların məclisi, qahamlarımızın məclisi, elə orada da oxuduq. Kütlə də belə pis qəbul eləmədi. Nə bilim. Orduvatlılar deyir də qahama. Qahım. Əslində Yox, şərurlar, sən sırf Mikrofona orduvatlardan bir gedir. soruş. Şərurlardan danış. Mən orduvatlılardan eşitmişəm. qahım. Qaham sözü. Qahım, yəni biz Naxçıvanlıyıq Lamiyə xanımdan, kökümüz oradandır. Mən də fəxr edirik ki, oradanım. Əlbəttə Qahım ki. sözü bizdə deyirlər. Çox, amma Zəngilanlar da qahım deyirlər. Bəli. Orada Yaxındır axı, o da Ordubada yaxındır. Qahım deyirlər orada. Çox insanlar çoxsuz, məsəl üçün olanda mənim dostum var Zəngilanlı, qıraqdan kim baxır, deyir, Naxçıvanlıdır bu. Deyirəm, yox, Zəngilanlıdır. Zəngilan, Mincivan. Bartaz da Ağbənd keçiddə, o Naxçıvan tərəf. Çoxu adətən deyirlər ki, oradan köçmələr də çox olub da vaxtı ilə Zəngilanda gəlib. Məskunlaşıblar, belə də, yəni nəsə Ona görə çox yaxınlıq var. adətlərimiz yəni biraz çox yaxındır, Çox eynidir. eynidir. Demək olar ki, eynə. İnşallah ki, Ramin də İnşallah. quru yol Qonaq gələrik Allah sizə. qoysa. Ramin əslində Saraylıdır bizim Qasımov. Əslində Saraylıdır, sadəcə Qazax Akstafa zonasında yaşayıb uşaqlıq illərindən. Çox adam düşünür ki, Akstafalıdır, Qazaxlıdır, amma yox, o əslində yəni Saraylıdır, Sumqayıtda, belə deyil. Yenə də Əsl lazım elə. deyildi İsmayıllıda ev tikmək. İsmayıllıdan mənəm. İsmayıllı, sən İsmayıllıdan gərək ev Mənim tikərdin. üçün tikir də, belə. O sənin üçün tikər. O gedib yolda qalıb tapa da bilmirik. İstəyirik telefon bağlantısı eləyib, tapa bilmirik. Ramil, Onu haradasan? tapa bilmir ya. Belə. Özümüz narahat olduq. Tural, sakitcə oturmuşsan ev. Uşaq necədir? Balaca bizim verişə gəlmişdi. Turalın bir Allah balaca oğlu saxlasın. var. Sağ olun, Allah bütün Sənin balaları də balanı, saxlasın. sənin də, sizin hamının, Ramin də bizi var. O izləyənlərin. 3 dənə var. Maşallah, ay Allah qoysa. maşallah. Elə bizdə də 3 oğlandır. Təsəvvür edin ki, 3 oğlan qabağında dayanmaq çətin məsələdir. Verilişdə oturub, baxırsan, elə bil balaca Tural oturub da. Bir dənə balaca O Tural. ən sakitini gətirmişdim ki, ayıqda o Hərdən yorulan kimi bir dənə şokoladla başını alladırdım, dayanırdı. 10 dəqiqə, 15 dəqiqə. Biraz sonra bir də başlayanda bir dənə də şokolad. Amma bütün verilişi oturdu. İndi məsələ Maşallah, burasında Allah ki, o birisi saxlasın. deyir ki, mən də apar. Hər dəfə elə bilir ki, ora getmək lazımdır, hər dəfə. Hə, onda biz bir veriliş eləyərik, hamısını gətirərsiniz. İnşallah. Sən ən rahatı şokolad zavodu ilə kontrakt bağla. Bir dənə şokolad Sponsor elə və bura sonra. uşaqları gətir. Şokoladlar. Babək Neftəliyevin uşaqları. Üçü də Vallahi, veriliş. çox. Allah saxlasın. Deməli- Biri də oxuyur hələ. Hə? Mehdi, yoxsa hansıdırsa biri oxuyur bilirəm ki. Oxuyur, üçü də oxuyur. Üçü də oxuyur, hə? Belədir, deməli ikisi oxuyur, çox qəşəng səsləri var. Xanəndə kimi oxuyurlar. Biri vokalist, vokalçı, biri xanəndə, o birisi də skripka ifaçısıdır. Balaca, lap balaca. Bax, sən balaca oğlun boyda. Oturub yanımda verilişdə birdən Mehdi durdu oxudu, o birisi də oxudu. Birdən bu belə düşür, balaca da özü düşə bilmir. Deyirəm, hara gəlsən? Deyir, onlar oxudu, mən də oxumaq. Götdü mikrofonu götürdü. Anadır arzulara hər zaman Qarabağ. Bir oxuyur, gəl görəsən. Hə, əslində skripka çalandır, yəni ifaçıdır uşaq. 6 yaşı, 7 yaşı var. Elə qəşəng belə düşündürəm də sən hara gəlirsən? Canlı efirdə verir, gedirəm oxuyum. Onlar oxuyur, mən də oxuyuram. Getdi mikrofonu götürdü, kişi kimi də oxudu. Buradan salamlayıram 3 balanı, təbii ki, ataları, anaları başda olmaqla. Allah saxlasın bütün balaları sizinkilərdən. Hamısının bəxti gözəl olsun. İnşallah vətənimizə layiqli evlatlar olsunlar hər birisi. Uşaqlar da bizim həyatımızda onlar üçün yaşayırıq. Elə bir an olur ki, insan özün qorumağının səbəbi bir növ onlardır da ki, hər anda ehtiyat eləyirsən. Belə. İnanırsınız, birdən elə hadisələr görürəm ki, ya sosial şəbəkədə, ya hadisələr baş verir. Deyirəm, ay Allah, heç bir ananı, atanı, evladın başının üstünə əksik eləmə. Nə olmasa da yenə ana atadır da, yəni uşaqlar sağlam olsun. Bir də valideynləri də uşaqlarla imtihana çəkmə, ay Allah. Heç vaxt, yəni bu biraz
çətindir və inşallah ki, hər şey yaxşı olar. İndi sən də görüm, bu konsert, əslində konsertdən danışmaq istəyirəm. Anar. Anar narazıdır. Sən efirdəsən, qardaş, telefonla da nəsə yazırsan, Ramili tapıblar. Əgər Ramili axtarsansa, Ramili tapıbdır Rövşən. Telefon istəyir efirə qoşsun, o da deyir, utanıram. Deyin ki, sağ-salamatam, yaxşıyam, sadəcə utanır. Bir efirə qoşuldu. Ona görə. Hə, sən telefon, birbaşa efirə verdilər ki, yəni telefonda nəsə gözləyirsən orada. Bax, evdə bilirlər, efirdəsən. Sən narahat olmadı, onu demək istəyirəm. Evdə bilirlər, efirdəsən. Ramin evdə xəbərləri var. Biz birbaşa göstəririk. Yox, mən sizə bir dənə bir şey deyim, Lamiyə xanım. Deməli, maraqlı bizdə nədir? Bizdə moment olur ki, ən tez bizdə Qasımov oyanır. Çünki 3 dənə o Uşaqlar oyadır ya onu. bir dənə qızdır ki, Körpədir, lap körpədir. ən tezdə Ramin oyanır. Ramin də oyananda rahat olur. Raminə tez qızır, Ramin belədir. Hə, bir müddət elə bir ailəsi getmişdilər yoldaşı elə bir valideynlərinin yanına. Bu tək qalmışdı. Ramini durğuzmaq üçün İlqarın ailəsi, Raminin ailəsi. Rusiya zəng vururdu. Qonşulara zəng vururduq ki, abala bunu durğuzmağa. Birdən görüb video zvanok eləyir ki, nə olub, yatmışam da, qoyun da yatım. Öyrəşmişəm tezdən durğuzmağa. Buna nəsə olub da. Hamını durğuzur ki, mən durmuşam. Naxçıvanda bir toya getdik. Allah Naxçıvanı buradan salamlayırıq. Salamlayırıq Naxçıvanı və Naxçıvanı. Naxçıvan əhlini necə deyərlər. Anar da çerez Xələfovun evi keçir, sonra mənə götürür ki, bir maşın gedir aeroporta, 5-6 maşını saxlamağın mənası yoxdur. Bir gördüm, Anar yığır həyəcan siqnalı ilə ki, bu yatıb qalıb İlqar. Mən gəlirəm sənin dalınca, özü bilər. Belə əsəbi halda. Hə, Anar hissələnəndə hissələnir. Evdə yığıram. Qonşuya da utanıram, gəlim deyim ki, Mikrofonu. Ramini durğuzmalıyam, tanımıram axı. Yığdıq. Anar mənim həyətimə çatanda görürəm, yığıb ki, özür istəyirəm, hamamdaydım, yatmamışdım. Bəsdir yerə, mən yer bilmirəm. Hamamdaydım. Göyündə bu həyəcan siqnalı ilə nətər tez hazırlaşıbsa, biz çatana orada hazır idik. Yəni o yəni elə bir hal baş vermişdi. Sadəcə olaraq misal üçün bax. Yatdın, ayıla bilmirsən də, çox bir şeyə, yox, yatmaq məsələsi belə deyək də. Daş kimi yatmaq, hə. Mən indi hal-hazırda misal üçün saat həftənin 5 günü səhər saat 8-də dururam, bağçaya aparıram da uşağı. Maşallah. Allah can balalar saxlasın. İndi ayın 15-dən də sonra inşallah biri bağçaya, biri də məktəbə gedəcək. Maşallah. Bu müəyyən yay fasiləsində, yay müddətində, yəni tək qaldığıma görə biraz həm evə gec gəlirdim. Hə, istirahət edirsən də, burada nə var ki? Qoydular ki. Gəlirdim, yatırdım gün orta və onsuz da məhərrəmlik ayına düşmüşdü. Ya toy yoxdur. İndi arada bir misal üçün tədbir və ya çəkilişlər də olanda gedib gəlirdim. O yatmaqla Anara pisliyin keçmirdi də yəni. Yox, amma mən bilirsiniz nə? Yox. Məhərrəmlikdir axı. Sən sonra iş vaxtı yatsan Anara pislik eləyirsən. Anara pislik eləyirsən, elə şey olar. Amma mən nəyi həsəd aparıram? Misal üçün, bax, indi İlqar dildə Anar elə bir adresdə qalır ki, yəni gəlir, mən maşınsız olduğum dövründə. Birinci sizə, sonra? Birinci məni götürür, sonra gedir İlqarı götürür. Deyək ki, 3-ün yarısı mən sizin qapının ağzındayım, yaxşı. Dəqiq də. 3-ə 10 dəqiqə işləmişəm, mən buradayım deyirəm ki, ana, 3-ün yarısı daşmışdıq axı bizi. Yox, 3-ə 10 dəqiqə. Çox da tez elə də. Çox gedir. Anar deyibsə, maşallah. Dəqiq. Öz yaşına görə o qədər, yəni belə dəqiq. Hər dəfə sən Anarın yaşından danışsan, eləmədən. Sənət adamları üçün normal yatıb durmaq, rejimdə yatıb durmaq mümkünsüz bir şeydir. İnsan yatmalıdır. Amma ən gözəl normal rejimlə yaşayan adamlar ola bilmərik. Bu mümkün deyil. Yəni niyə görə? Misal üçün saat 3-ə qədər gecə, ancaq ki o səs beynindən təmizlənənə qədər. Toydan çıxandan sonra vallahi billahi o qədər yorğun olmuşam ki, gəlmişəm ki, ay Allah, mən gedəcəm normal şəraitdə yatacam. O normal şəraitdə dediyim mənim 4 olub. Yəni yata bilməmişəm, o səs, o kalonka, pilusdakı bir də görürsüz, ayaqda dayanmaq, toyda yəni səhnədə olursan, o gəlir bir mahnı istəyir, bu gəlir bu mahnı, o gəlir filan kəsə söz vermək lazım, bu gəlir nə bilim filan mahnını istəyir. İndi də şükür Allaha ki, nə bilim toyda Anar bayaqlar dedi, yəni toylarımızın vəziyyəti bu məhərrəmlikdən öncə düşündük ki,
düzəlib, o Məhərrəmdən sonra görürük ki, yəni daha düzəlməyib. Biz həm də Nədən Bəylə narazısınız? söhbət- problemlərdən Nədən biri narazı? Lamiyə Nədən xanım. narazılığımız var Lamiyə xanım? Mən sizə Tural üzr Buyur, istəyirəm. buyur. Bax, toyu eləyən bir səbəbkar var, bəylə gəlin. Evet. Və o toyu da eləyən onun valideyni olur da. Ən birinci istəyən birisi nədir? Bu oğlan qız toyu bir yerdə olmasın. Həmişə də bunu demişəm Mən də insanlara. sevmirəm. Bilirsiniz niyə? Orada fikir ayrılığı çox olur. Çünki həm orada oğlan tərəfinin dəvət elədiyi qonaqlar var, həm qız tərəfinin dəvət elədiyi qonaqlar var. Və ümumilikdə bir 400-500 nəfərə yaxın qonaq olur. Və məsələ burada da burasında fikir ayrılığı olur. Hərəsi də bir bölgədən olanda Bəli, biri bəli, tutaq ki, bəli. Bakı musiqisi istəyir, biri rayon musiqisi Bəli, istəyir, bəli. biri məsələn deyək də qara zurnada el havası istəyir, biri sazda, biri istəyir ümumiyyətlə o meyxana tipli mahnılardan istəyir, telefonları gətirirlər ki, bunu qoşmaq olar, onu qoşmaq olar. Yəni ab-hava dəyişir də. O istəyirsən ki, elitni vəziyyətini Çətinlik də saxlaya çəkən toyu bilmirsən. idarə edən ifaçı, toyu idarə edən aparıcı, musiqiçi olur. Biz analarla misal üçün də mən çalışdığımız qədər bu bəy gəlinlə görüşürük də ki, Mütləqdir tanış o. olaq. Yəni Mütləqdir. bir- Aparıcınız var? Var. Aytən də bizim Aytən Aytən, xanım Leyla aparıcımız, Leyla qızı. Hə. Bakı TB-də işləyirdi, Space-də işləyirdi. Yəni dostumuzdur. Nə bizim. gözəl. Hə, Hə, əsas rahatdır. odur, siz üçünüzsüz, bir də qız da Aparıcı aparıcı var. da var, Nə hə. Bu gözəl. məqamlar, yəni bu anlar, yəni xahiş edirəm də. İndi buradan bizi efirdə izləyən insanlar varsa, inşallah gələcəkdə toy eləmək istəyən insanlar varsa, Zəfər qrupunu, Turalı, Nuri bəy toyunda görmək istəyən insanlar varsa, bunu nəzərə alsınlar ki, oğlan qız toyu bir yerdə eləmək olmaz. Fikir ayrılığı çox yani. Özü mən biraz yəni axır əvvəl bəlkə də hardasa biraz yola vermək olurdu da. Yəni içkili olur, gəlir səhnədə, yəni başlayır cəmaət oynayır, bəylə gəlin oynayır. Deyir, nə filan mahnı. A qardaş, bəylə gəlin oynayır. Sən istədiyin mahnı o gəlinin rəqs eləmək istədiyi templə uyğun mahnı deyil də. Gəlinin maksimum rəqs elədiyi, yəni evimizə gəlin gəlir, biraz daha ritmik olanda və Neçə başqa illər şeylər. bundan qabaq- Gəlir deyir papaq, cütcü, nə bilim, bir dənə nə bilim hansısa bir mahnı. Ay qardaş, bu oynayır. Deyir, yox o mənim mahnımı. Mənlə bəyin əmsi oğluyam, bəyinlə. Ev yiyəsi, biri yiyər mənim. Mən ev yiyəsi mənəm. Dedim mən səndən danışmamışam. İndi axırda dedim gəlib pul səndən alacağam. Ha, 20-25 il, bəlkə də 30 il ən son belə deyək də müasirləşməmişdən qabaq toylar tam. Tutaq ki, bəylə gəlin bir dəfə, iki dəfə oynayar deyək, o da utana. Ayıb idi oynamaq. O başqa bir, məsələn, Bəli. hətta kətlərdə örpəyi Üzünə bağlı salırdılar, olurdu da, bəli. Üzünə salırdılar ki, Gəlinin görsənməsin, görünməsin. bəli. Sonra bir zaman keçdikcə artıq özlərinin də istəkləri meydana gəldi və məsələ burasındadır ki, o ab-havanı görən adamlar sağda hələ. Ona görə gənclərlə bugünkü gündə fikir ayrılıqları, orta yaşlı nəslin Fikir ayrılığı. fikir ayrılıqları var. Amma mən belə fikirləşirəm ki, həmişə də olacaq o. Yəni biz də sabah o ağsaqqalların yerində biz oturacağıq, biz də deyəcəyik ki, məsəl üçün belədir, belədir. Amma yenə də insanlarla biz görüşəndə həmişə xahiş edirik ki, çox xahiş edirik ki, bir ssenari ilə uyğun gedəndə toy da rahat keçir, maraqlı da olur. Amma toyda məsəl üçün kimsə gəlir, belə baxırsan ki, yəni maraqlı gedir. Heç bir də problem yoxdur. Maşallah tututu indiyənə qədər problemimiz də olmayıb. Amma bir insan gəlir ki, mən telefondan mahnı qoymaq istəyirəm. Deyirəm sənə qurban olum. O telefondan mahnı qoymaq üçün o YouTube-un reklamı var, o birisi var. Bu qonağa biz nətər başı sala bilər? Bacarırıq, 90% razı salırıq ki, gəlin onu bizim ifamızla dəyişdirək. Özləri də başa düşməlidirlər ki, qardaş, bu toy əlinin vəlinindirsə, biz onun istədiyini eləməliyik və onun qonaqlarını peycə. O ki qaldı, o sən deyirsən bölgələr, Azərbaycanın bölgələri hamısı da ruzludur, hamısı da gözəldir. Gözəldir, əlbəttə. Hamısı da superdir. Yəni Allah ruzumuzu bol eləsin, bölgələrimizi daha da gözəl eləsin. Amma bölgələrə toyda bölmək qeyri-mümkündür. Hərəsini götürəndə ayrı-ayrıca da olur elə bir yerli pərəstlik. Bəli. Amma bölgəni onlar bir dəfə ki, amma o başlayır bu bölgədən, bu başlayır o bölgədən. Hərdən bir özümüz götürür mikrofon, deyir, əzizlərimiz, bura Azərbaycandır. Və keçirik belə, görürük ki, insanlar başa düşür. Amma bölgəyə də belə. Bəli, ola bilər hardasa belə, amma son vaxtlar demək olar ki, bir balaca olur ki, bu telefonla problem, onu da başa salarsan ki, əzizim, bu 200-300 manatlıq yerdə toy edirsən, ay sənə qurban. Bu telefonla biz buraxanda
Bunu toy niyə zibil eləyirsən? Sənə qurban olum. Ana çox üzr istəyirəm. Bəygəlinlə görüşürük, deyir ki, bax mən istəyirəm mənim toyumda filan musiqi olsun, filan rəqslər olsun. Klassik musiqi olsun. Klassik Bəli, musiqi ilə bəli. açılışda mən filan Tofkulin valisi ilə gələk zala, nə bilim, yaxud hansı bir gözəl ifa ilə gələk zala. Okey, heç bir qonaqdan nəsə sifariş götürməyin. Bizim limitlərimiz var. Heç kim danışmasın, söz verməyin heç kimə. Saat Baxın, heç kim 8-9-un yarısına qədər bunu biz qoruyur, saxlayırıq hər şey qaydasında. Bir nəfər gəlir, müəyyən bir Aləmi içini qatır qəbul bir-birinə. edildikdən sonra ki, bəs filan mahnı, qardaş, bəygəlin icazə vermir də. Bəygəlin niyə bəs belə? Deyirəm, valideynlər yaxınlaşın. Saat 9-10-a işləmişə qədər biz bunu maksimum dərəcədə yola veririk. Ona işləmiş, biz gedir bu məclis sahibinə deyir və yaxud bəygəlinə nəsə deyir, mən filan mahnı. Gəlir ki, mən demişəm, mənim Bəygəlinə dedim. Az musiqiçi, müğənni qalır pis vəziyyətdə. Çünki biz səninlə belə danışmamışdıq axı. Ona görə də ən gözəli mən həmişə demişəm. Və burada mənim də toyum olub, yəni burada İlqarın, Turalın, hamısının. Mən misal üçün də öz toyumda dedim, bax mənim toyum ayrıdır. Yəni mən öz toyumu başqa cür təsəvvür edirəm. Kim oxudu toyunda? Mənim öz toyumda Emil Məmmədov oxumuşdu, xalq ulusu. Emil oxumuşdu, özüm dəvət etmişdim musiqiçi. İlqar Muradov oradaydı, Samir Cəfərov oradaydı. Samir Cəfərov. Salamlayırıq buradan. Bəli, bəli. Sənətkarımızı. Hamısı oradaydı. Yəni ürəyim istəyən toyumu özüm üçün elədim mən. İndi də bu gənclərə tövsiyəm, valideynlərə tövsiyəm. O demək deyil, zalda 500 nəfər görsənsin, 600 nəfər görsənsin, zalda nə bilim daha çox adam görsənsin, izdiham olsun. İnanın ki, o 200-250 nəfərlik, bu yaxınlarda biz bir məclisdə olduq, məkanların birində. Zalda 200 nəfərə yaxın adam var idi, İlqar müəllim də oradaydı. O qədər gözəl toy keçdi. O qədər gözəl toy keçdi. Həm də bir şey deyim Lamiyə xanım, bu son vaxtlar buradan xalqımıza müraciət eləmək istəyirəm ki, əzizlərim, Azərbaycanda, yəni bilin, toy eləyən insanlar elə aparat yoxdur ki, icad eləməyiblər ki, Şadlıq Sarayın elə bil akustikasını düzəltsin. Yalan söhbətdir. İndi adını çəkmirəm, bir prodüserimiz var. Qocamandır. İnsanlara deyir ki, məndə elə bir aparat var, gəlib təzimləyirlər. O aparat yoxdur. Akustikanı yığmaq üçün bir dənə aparat var idi mənim studiyamda. Onu da eləyirdi Cavid Şirinov, o da eləmir. Prodüser deyir, mən də elə bir Prodüser deyir, bəli. Sən də tanıyırsan o adamı. İnsanlara deyir ki, filan qədər verin, biz belə, yoxdur belə bir şey. Bu kiminlə işləyir? Deyərəm sonra. İnsanlar siz bilin, elə qızımızla da işləyib vaxt ikən. Deməli, siz onu bilin ki, Azərbaycanda 2 variant var. Bir var, sıfravoy. Yəni, var yerlər ki, bəli, biz istifadə edirik, Lamiyə xanımgildə, Turalda. Hamı istifadə edir, sıfravoy pult. Yəni, o çox gözəldir. Bir də var, dədə baba, ona deyirlər dinakord. Yəni, o da biz, məsəl üçün, mənim yanıma gələndə insanlar deyirlər ki, filan qonaqlar olacaq, filan olacaq, deyirəm, əzizim, mənim bu paketimdə sıfravoy var. Yəni, bu budur. Adi paketimdə bu var. İnsan deyir, yox, adi paketdə də sıfravoy olsun. Sıfravoyun da qiyməti 500-dən və 1000 manata qədərdir. Ondan yuxarı yoxdur. Yəni, icad eləməyiblər bu aparatı. Sayı çox deyil. Onu da sayı da çox deyil. Sıfravoy aparatda da Azərbaycanda çox adam işlədə bilmir. 7-8 nəfər adam var. Yəni, yalandan sıfravoy qoyub oradan şey eləməsin. Yəni, onu bilin. Üstəlik də bir şey də var son vaxtlar Azərbaycanda təşkilatçılar. Əzizlərim, təşkilatçılarım. Bu 1000 manat gedib cəmaatdan dilənməkdən ki, mən sizin toyunuzu təşkil edəcəm və sonra onu bunu vurmaqla heç eləməyin. Yaraşmır. Çünki hər bir dövranın 40 gün ömrü var. 40 gündən sonra o insanlar hər şey o söhbətdə çıxacaq üzə və insanlar biləcəklər ki, hansı o necə pis-pis əməllərindən filan kəsi vurursan, falan eləyirsən. Və bir şey də deyim ki, əziz tamaşaçılar, o deyirlər qlamur oxuyanlar. O qlamur oxuyanlar var ki, biz belə, qrimör belə, nə bilim, nəsə, özün də bilirsən, var elə adamlar. Onlar da oxuyurlar, əbəy toyun mübarək, gəlin toyun mübarək. İnsanları çağırın, kimi bəyənirsinizsə, onların mahnılarına görə. Yəni, o pişi götürsək, ümumiyyətlə, ümumi olsa, bahalı da, ucuzu da, ortası da mahnıları həsr eləyir bəy gəlinə. Amma nəticə olaraq toya gəlmişsən də.
mahnıların təqdimatı, Bəli. mahnıları necə təqdim eləyir və hansı mahnılar sevilirsə, o ifaçını tapın. Bu maklerlarla iş görməyin, çox xahiş edirəm sizə. Onlar yalandan deyirlər ki, biz toyu təşkil eləyirik. Onu da sizə deyim ki, Azərbaycanda var Təxminə xanım və Nicat bəy, Selvina xanım var. Sonra insanlar var ki, adları indi yadımdan çıxır. Sırf bu biznesin, afarmleniya biznesinə baxan insanlardır. SS Production var, Könülgil T-Group deyil də. 90% bəzətmənin içini eləyən bu Nicatla Təxminədir. Bir də Selvina, məsələn, bunlardır. Bir də Könül xanımdır, SS. Bunlar, yəni bu indi gündəmdə olan da, yəni bəlkədən. Yəni təşkilatçı bunu eləmir. Lamiyə xanıma toy gələndə Lamiyə xanım deyir ki, əzizim, mən toyu eləyəcəm, narahat olmaz. Ssenarisin verir, yemək kimi də başının üstündə dayanır, komandasını da gətirir, amma gəlib deyəndə ki, bunu bəzətməniz o dedi, problem yox. Mən xahiş eləyərəm, sənin üçün eləyərlər mənim endirimimdən. Amma götürüb, yığıb demir ki, sən ala 30 mindir, bir üstünə bir bu qədərdir. Elə şeylərə inanın. Yox, elə şeylər olmaz. Ünvanları düz seçin. Çox xahiş eləyirəm sizə. Mən bunca yoruldum deməkdə. Bu o qədər bu Nəsə başına iş gəlir. Makler Allah haqqı gəlib insan mənə deyib ki, bu yaxınlarda çox rütbəli bir insandır ki, mən toy vermişəm insana, gəlib Bakının ən gözəl dəbdəbəli restoranların birində toy vermişəm, demişəm anar görüşəcək, toy da qutarıb, toy da zibil eləyib, deyib anar deyib heç anar yoxdur ki burada. Yəni bunu eləyəndə bir balaca ünvanı mən ona görə deyirəm, ünvanı mənə lazımdır. Mən Lamiyə xanımıdır, gec də olsa yazıram. Lamış yatmısan, narahat eləyirəm. Buyur. Sırazı deyir, buyur qardaş, nə olub? Deyirəm, bağışlı, üzr istəyirəm. Amma bunu istəyirlərdi. Olar, deyir, olar. Bu şeyləri az fikir verin. Vallahi mən sizə söz deyirəm. Öz pulunuz sizdə qalacaq, normal müğənniniz gəlib oxuyacaq, normal toyunuz keçəcək. Hər şeydə çox super olacaq. Bir indi Instagramda telefon nömrələri var da. Yəni hər bir səhifədə... Valla mən adam tanıyıram ki, Instagramla bir də elə bir səhifələr açmışdı. Cəmaatın başına oyunlar açırdı. Ona görə deyirəm ki, toyunuzu istəyirsinizsə, kimsə gözəl aparsın. Birinci oyunla bir oturun, salam milek eləyin. Da deməsin, İngilis dilini biz də bilirik, Rus dilini də gözəl bilirik, Ərəbi də bilirik. Amma ilə toy getmir. Əzizlərim, onu bilin ki, Azərbaycanda toy oxuyanların 99%-i İngilis dilində toy oxuya bilmirlər. Hamısı fonoqramdır. Yəni düzgünlər. Rus dilində də papır yazırlar. Gəlirsən oğlana deyirəm, ну как у тебя дела? Все хорошо. Deyirəm, Rus dilində bilmirəm. Deyirəm, 20 dəqiqəlik papırı oxumusan. Bir xəbərin yoxdur. Ona görə bir adamla görüşəndə prodüser müğənninin sifətidir. Yəni prodüserin IQ-suna, zənginliyinə baxanda rahat ola bilərsiniz ki, bu qız alit savadlı bir insandır, gözəl anadır, gözəl dostdur. Yəni bu qızla da deyir, xanım, можно, deyir, da, пожалуйста. Olar mı deyir, bəli, buyurun. Yəni bu insan, bu adamın üzüdür. Yəni müğənninin üzü, prodüserdir, direktordur, menecerdir. Amma gəlib oturanda və yayılanda biz burada belə elədik, biz bunu belə elədik. Vallahi heç bir şey olunmur. Yalandır bir şey. Toya da o deyirlər, yarım saatlıq heç kimi çağırmayın, özümüz oxuyarıq. Əzizlərim, toy sizindir, balavuzun toyudur. Kim istəyirsiniz çağırın? İstəyirsiniz Michael Jackson'ı gedin durğuzun, mən də razıyam. Bəli, biz bu uşaqlarımız xoşbəxt olsun. Yarım saatlığı da çağırın, çox bunu çağırın. Mən oxuyuram. Bu muğamı da çağırma, bu muğamı da mən bacarıram. Operanı da çağırma. Aparıcı da lazım deyil. Əziz müğənnilərim, o insanlar, Eyyub Yaqubov gələndə qoyun o insan rahat oxusun. Siz Eyyub Yaqubov olmayasınız. Hansı müğənniyə baxırsa Eyyub oxuyan yerdə gəlir oxuyur. Əl çəkin də oyda, qoyun gəlsin adam proqramını oxusun da. Nə istəyirsiniz siz ona? Bu Eyyub Yaqubovu ilk dəfə bu radio məkanında mən vermişəm efirə. Gedib onun kasetini götürəndə o vaxt mənə Kafe Snijok var idi. Bilməm, yadınıza gəlir. Nizami Kinoteatrın yanı. Tural adında bir restoran var idi. Rəhmətli İbrahim müəllim var idi. Zeynəb xanlarmanın uçalanı. Dedi, bizdə bir dənə oğlan var, anar. O ilə də dostludur. Mən də radiosu aradı. Bütün mahnılar məndən gəlib keçirdi ki, keçər, keçməz. Dedi, bir oğlan var, gəl onu qulaq as da. Gəldim qulaq as, gördüm sintezatorda bir dənə oğlan oturur, oxuyur. Anar, üzr istəyirəm, reklamın vaxtıdır. Sən o qədər gözəl danışırsan. Reklamlara bağlanırıq, daha sonra davam edəcəyik, baxıq. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi.
Tam Store marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Racing özəl gününüzün seçimi. Günorta efirdəyik. Belə reklamlar bitdi. Anar, mən söz vermişdim ki, söhbəti davam eləyəcəyik. Yəni bir dənə Qaldığımız o yerdə. cüzi bir dənə Bəli, deyim. bəli, Yəni bəli. ilk dəfə o adamın belə kaseti düşdü əlimizə. Eyüp Yaqubovdan söhbət gedir, bizə baxaq, Kaseti yeni çıxdı və ilk dəfə radioda verdik tut ağacı boyunca. Doğrudan da çox gözəl ifa eləmişdi. Elə də belə oldu. Yəni bu insan demək olar ki, şansonun indi kralıdır. Qəbul eləyin bunu. Yəni bunun çörəyinə niyə girirsə, qoy insan gəlib proqramın. Aparıcıların çörəyinə girirlər. Aparıcıya ehtiyac yoxdur deyirlər. Aparıcıya ehtiyac yoxdur. Gəlib aparıcıya ehtiyac görüşəndə yoxdur. də deyirəm ki, əzizim, aparıcını bilirsiniz biz nəyə görə gətiririk? Deyir, nəyə görə? Dedim, siz istəyirsiniz ki, sizin məsələn qohumlarınızı tanışsın. Bu insanlar istər-istəməz səhnədədirlər. Bu istər-istəməz bu özün düzəldənə qədər, nə bilim bir tərini silənə qədər. Yəni bunun canı gedir axı səhnədə. Qoy gözəl bir xanım çıxsın məsəl üçün, təqdim eləsin. Çox da maraqlı olur ki, həm cəmaata da maraqlıdır. Özləri dirə apara bilmirlər. Hə, bəli, elədir. Son günlər belədir. Danışığı ilə aparıcı danışığı Müğənni gözəldir ki, müğənni kimi mahnıların oxusun, insanları feyziyab eləsin. Ay insanları, musiqiçi maraqlıdır ki, musiqiləri ilə qəşəng çalsın, ifa eləsin. Düzdür. Aparıcı da aparıcıdır ki, biz televizordan baxıb ondan həzz alıb, baxırıq Lamiyə xanım. Lamiyə xanım, nə yaxşı ol. İnsan əgər istəyir ki, Lamiyə xanım məclisinə var, niyə vurursan? Niyə? Onsuz da ehtiyacı yoxdur, maşallah, dədə babasından varıdır. Amma bu da bunun ruzusudur da. Hə, yaman ruzuya girirlər Allah son hamının zamanlar. köməyi olsun. Allah kömək olsun. Allah bizim Kral xalqımızı oxusun. hər zaman sevindirsin. Amin. Gözəl mahnılar da Buyur, gəlsin. Kral. Ramiz Rövşənin sözlərinə bir musiqi var. Nəğməkarlığını özüm eləmişəm. Bəstəkarlıq yox, böyük anlayışdır. Ancaq istəyirəm onu oxuyum. Bir dinləyə, yenidir. Bəli, bəli. Bir dinləyə görək. Buyur. Saçların dağılıb tamam, yaylığını yel aparır. Qaçıram, tuta bilmirəm, qoyma məni tər aparır. Saçların dağılıb tamam, yaylığını yel aparır. Qaçıram, tuta bilmirəm, qoyma mənim tər aparır. Yoyuldum, tərdə yoyuldum, axır yoruldum, dayandım. Qayıtdım, gördüm, toyumdu, gördüm səni ər aparır. Ah, yoyuldum, tərdə yoyuldum, axır yoruldum, dayandım. Qayıtdım, gördüm, toyumdu, gördüm səni hər aparır. Saçına güller taxırsan, ovcuna xına yaxırsan. Sən orada göyə baxırsan, burada məni yer aparır. Saçına güller taxırsan, ovcuna xına yaxırsan. Sən orada göyə baxırsan, burada mənim yer aparır. Yoyuldum, tərdə yoyuldum, axır yoruldum, dayandım. Qayıtdım, gördüm, toyumdu, gördüm səni ər aparır. Yoyuldum,
Saçların dağılıb tamam, yaylığını yel aparır. Qaçıram, tuta bilmirəm, qoyma məni tər aparır. Saçına güllər taxırsan, ovucuna xına yaxırsan. Sən orada göyə baxırsan, burada məni yer aparır. Burada məni yer aparır. Yoyuldum tərdə, yoyuldum, axır yoruldum, dayandım. Qayıtdım, gördüm, toyundum, gördüm səni ər aparır. Ah, yoyuldum tərdə, yoyuldum, axır yoruldum, dayandım. Qayıtdım, gördüm, toyundum, gördüm səni ər Çox gözəl ifadə. Çox sağ olun. Sözlər, Təşəkkür edirəm. musiqi, ifa çox gözəldir. Ramiz bəy salamlayıram. Ramiz, Onun salamlayıram. öz istəyi ilə oxumuşam bunu, yəni. Nə gözəl. Bu Allah can arası sağlığı biz- versin sizə, Ramiz Amin. müəllim. Allah can sağlığı versin. Çox yaşayın, yaradın. Mən sponsorlara bir təşəkkür edeyim. Çünki sonda daha bir yeni mahnımız var. 3-16 sentyabr tarixlərində bütün tam storlarda yayın son fürsətləri kampaniyası davam edəcək. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarını möhtəşəm endirimlər sizi gözləyir. Tam Store marketlər şəbəkəsini hal-hazırda Bakı və regionda 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsinin sosial şəbəkələrindən izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tam Store, tam istədiyiniz market. 3-16 sentyabr yayın son fürsətləri. Sleep Baby uşaq bezləri. Bilirsiniz ki, balaca mələklərin ən yaxın dostu Sleep Baby'dir. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri, yanlardakı elastik bantlar evladlarınızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdir, valideyn ondan da xoşbəxtdir. Sleep Baby, nəm salfetləri də var, ətirli, meyvəli, gigiyenik, apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Dəniz Wedding Azərbaycan. Sevginin ən saf anı toy günüdür. Hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss etmək istəyir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding Azərbaycan. Bilirsiniz ki, Dəniz Weddingdən gəlinlik icarəyə götürən hər xanım gəlin bəzəyi Camilla Beauty-dən hədiyyə olur. Saç düzümü makyaj hədiyyədir. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir, Dəniz Weddingdə. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. Və təmirə ehtiyacınız var. Əlbəttə ki, F Group Construction arzularınızı reallığa çevirən ünvan, təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. Evinizdə və ya ofisinizdə gözəlliyi, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, doğru seçim F Group Construction. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction olsun. Əlaqə telefonları 055 666 88 88. Belə, əslində yavaş-yavaş proqramımızın sonuna gəlib çatırıq ki, 2 saat gəldi, keçdi. Şikayətlərimiz çox idi, onlar çatdırmırıq. O qədər söhbətimiz var, əslində söhbət eləməyə çox mövzumuz var Anarla mənim. Bir şey soruşacağım Anar, Sabirlə işbirliyin bitdi mi? Çoxdan bitib, çoxdan. Doğrudan? Bəli. Mən arada eşitdim ki, bitib. Sonra yenidən bildim ki, yenə də birləşmisiniz. Yox, Yəni qətiyyən, ayrılmamısınız. qətiyyən, Sonra qətiyyən. indi Yox. mən düzün desəm büyüm bildim ki, sizin işbirliyiniz. Zəfər olan Mən elə yerdə- bildim ki, həm Zəfər olan yerdə Yox, Sabir. mən elə bildim həm Zəfərdən işləyirsən, həm Yox, qətiyyən. Ümumiyyətlə elə bir şey ola bilərmi? 2 müğənni ilə birdən işləyəsən? Bilirsiniz, Yox. 10 dənə də Uşaqlar müğənni ilə istəmir. işləmək olar. Amma məsələ budur ki, 10 dənə işləyən müğənni ilə konsentrasiya söhbəti var da. Yəni bir aldatmaq özün özünü aldadırsan. Amma konsentrasiyanı bir yerə eləyəndə
effektli iş olur. Daha da effektli olur da. Var görürsən ki, nə bilim, bu yazırlar orada falan kəsin falan. 10-15 dənə müğənninin yazır meneceriyəm. Baxırsan ki, sən bunu nətər çatdırırsan? Mən bu 35 il bu işdəyəm, amma zorla çatdırıram. Sən bunu nətər çatdırırsan? Düzdür. Yəni ona görə yox, amma konsentrasiya olanda bir adama rahatçılıq olur. Uşaqlardan rahat olursan, Bəli. işin rahat olur. Bilirsən ki, harası çatmayanda Eksklüziv elə olur. Həm bir bütün gündə düşüncələr, fikirlər ancaq bir adama. bu gün də həm ekskluziv deyəndə çox bir ekskluziv mahnı ifa eləmək istəyirik. Yəni sizin sayənizdə, Aha, bir dəqiqə. Bunu sonra deyəcəyik. Kəmalə xanım, Bəli, Lamiyə balam, necəsən ay mənim gözəl balam? çox təşəkkür eləyirəm. Siz necəsiz? Çox sağ ol, ürəyim. O xeyirli uğurlu olsun verilişiniz, Çox qızım mənim. təşəkkür eləyirəm sizə. Baxırsınız bizə belə başa düşdüm. Çox baxıram. Hələ birinci MTV-nin başında oturana çox təşəkkür edirəm. Çox sağ olun. Onun gözəl səviyyəli verdiklərinə görə onlara təşəkkür edirəm. Ay nə gözəl sözlərdir. Çox təşəkkür Bəli, bu eləyirəm. MTV çox səviyyəli verilişlər verir. Başına dönün, belə olmalıdır. Var Biz olun. istəyirik, həmişə bütün kanallar belə olsun. Hamısı bizim kanallarımızdır. Nə fərqi var ki? Bəli, hardan yığmısınız bizi Kəmalə xanım? Mən Bakının Nərmanov rayonundan. Ay nə gözəl. Neçə yaşınız var? Mənim 60. Maşallah. Allah ömür versin. Mən bilirsiz niyə Maşallah, soruşdum? Soruşdum ki, hamımız sizə can sağlığı arzulayaq. Hər deyir, hər ağızda bir dua var. Çox sağ ol. Orada filanların da hamısını salamlayıram. O oxuyanın qulumuzda çox gözəl səsi var. Adı yadımdan çıxdı Tural. ama çox gözəl Tural. səs. Çox sağ olun. Təşəkkür edirəm Çox gözəl səsin var. diqqətinizə görə. Oğlum, Allah səsinə qüvvət versin, balam. Çox sağ olun, var Çox olasınız. sağ olun. Allah can Və sağlığı Zəfər versin. qrupu Alona oxudu. O necə? Onlar da Allah işlərindən xeyirli uğurlu eləsin. Onları düzdür, mən Çox sağ tanımırdım, olun. indi gördüm. Çox Xeyirli sağ olun, uğurlu təşəkkür olsun. ederim. Allah sizə can Bilirsiniz sağlığı niyə? versin. Üçüncü gəlməyib. Baxırsınız ki, bu iki oğlan deyəsən qrupun adını dəyişir. Düzdür, kızım düzdür. Təşəkkür ederim. Öpürəm səni. Çox sağ olun. Öpürəm. O Anar bəy də salamlayıram burada. Çox sağ olun, var olun. Allah sizi var eləsin. Çox sağ olun. Sağ olun. Bizə hər gün baxın, həftə içi 5 gün saat 14:00 olanda birinci biz gəldik evlərinizə. Ona görə bizə baxın. Bax belə tamaşaçılarımız çoxdur. Mən üzr istəyirəm tamaşaçıları çox telefon xəttinə qoşa bilmədik. Sabah eyni vaxtda, eyni məkanda. Sabah verilişimizin qonağı Respublikanın əməkdar artisti Mətənd xanım İskəndərlidir. Qızım. DJ Roşkadır, qızı. Anarın Mənim qızı. qızım. Telefon açır. Sən O sonra vurmuşam danışar. Lamiyə xanıma ki, Lamiyə xanım, Mətən xanımı tapa bilmirik. Belə dedi, narahat olma, həll eləyəcəm. Elə oldu ki, Mən həll dostuyam olundu. onun, Dostumuzun siz də tanıyırsınız da, dostlarımızın məclisində. Mən də bir şey dedim, dedim, ay Lamiyə, qurban olum. Bizim qızı Yox, yazdı o qızı- ora. O qızı yazdı Qızı yazar. ora. Qızı yazdı ora. Bunlar axşam oturub çay içəndə. Mən buradan deyim, Anar salamlayıram. sənə deyib ki, qızı, Mətən xanım da Ürəyə gedir Gülməkdən anar ürəyə üçün, gedib ki- ölür gülməkdən. Deyir bu belə baməzədir. Ay Allah deyir, oturaq bir deyək gülək. Belə Mətənd xanım sabah efirdə gözləyirik. Mətənd xanım hamımızın dostudur. Biz o Bəli, qədər çox istəyirik. gözəl onu. insandır, Mətənd səmimi xanım insandır. hansısa prodüsera ehtiyacı yoxdur. Bəli, Amma biz dostları onun ətrafındayıq deyə onun hər işi gözəl gedir. Asim müəllim də buradan salamlayıram. Belə Anar buyur. Mən növbəti Sizin mahnıdan. sayənizdə bir gün bir ekskluziv mahnı oxumaq istəyirik. Nazlı xanım Şirinova mahnısıdır. Mənim çox yaxın dostumun bacısıdır. Nə Gözəl gözəl. həkimdir. Salamlayırıq buradan, Nazlı doktor. xanım çox gözəl həkimdir. Yəni bizə həm də dəstək oldu. Dedi ki, Anar, uşaqlar üçün gözəl bir mahnı təqdim eləmək istəyirəm. İfa eləyərsiniz dedim, təbii ki, ifa eləyərik. Mən inanıram ki, çox insanlar bu mahnıdan sonra ona müraciət eləyir. Ona təşəkkürümü bildirmək istəyirəm. Biz də təşəkkür Sizə də edirik. təşəkkürümü bildirmək istəyirəm. Televiziya versiyasını siz bizə dəstək oldunuz. Kazım Subhana da buradan təşəkkür edirəm ki, radio versiyasında Bəli. da bizə dəstək Klip olacaq. varmı? Klip inşallah olacaq. Onu İnşallah. da bizim Təhmasib söz verib. Görək indi eləməlidir onu da. Klip də İnşallah. bizim qapı mahnı bacamız dinləyək. açıqdır. Bəli, Onu da çox sağ qeyd olun. edək ki, yəni bura çatmamışdan öncə 5 dəqiqə öncə mahnı göndəriblər bizə Bəli, studiyada. Vüsal gilə təşəkkür İsti edirik. isti tam Vüsal ha, bəli. Ömərov mix masterdir, Vüsalı aranjman eləyib. Təşəkkür edirəm. Mən isə bir təşəkkürüm Çox sağ var. olun. Çox sağ olun hamınız dostlar. Bir təşəkkürüm var İnstudiyaya, stilist Anar, vizajistam Zeynəbim. Təşəkkür edirəm sizə. Nigar İbrahimova başda olmaqla İnstudiya, İradə. İnstudiya deyəndə İradə Nigariyada düşür. Təşəkkürlər dostlar. Ruslan. Oxuyaq. Biz isə sağollaşırıq. Sabah eyni vaxtda eyni məkanda görüşəcəyik inşallah. Bax belə.
Çekmişəm nazını, bezmişəm mən Dözülməz halına, yaman düzdüm mən İndi yuxuma da gəlmək istəsəm Əl çəkirəm artıq səni sevməkdən Çəkmişəm nazını, bezmişəm mən Dözülməz halına, yaman düzdüm mən İndi yuxuma da gəlmək istəsəm Əl çəkirəm artıq səni sevməkdən Ədalət axtarma indi sevgimdən Sənsiz elə bildim öləcəyəm mən Gecikmisən artıq dəyişmişəm mən Dedin sus susmuşam nə istəyirsən Ədalət axtarma indi sevgimdən Sənsiz elə bildim öləcəyəm mən Gecikmisən artıq dəyişmişəm mən Dedin sus susmuşam nə istəyirsən Çəkmişəm nazını, bezmişəm mən Dözülməz halına, yaman dözdüm mən İndi yuxuma da gəlmək istəsən Əl çəkirəm artıq səni sevməkdən Ədalət axtarma indi sevgimdən Sənsiz elə bildim öləcəyəm mən Gecikmisən artıq dəyişmişəm mən Dedin sus susmuşam nə istəyirsən Ədalət axtarma indi sevgimdən Sənsiz elə bildim öləcəyəm mən Gecikmisən artıq dəyişmişəm mən Dedin sus susmuşam nə istəyirsən Günorta efirdeyik. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şebekəsi. Sleep Baby uşaq bezləri. Deniz Racing, özel gününüzün seçimi.